Herkesi salamlayıram. İlk önce salamlayıram çünkü buradan vlogum da buradan başlayacak. Rayona gedirik. Paltolarımı hazırlayıram. Bu sumkaya yığacağım. Bu sumkanı da Temu'dan almıştım. Düzdür, hatırlamıram qiymətini. Ya onu almıştım ya 12 belə. Yəni ucuz qiymətə almıştım. İndi yığaq paltolarımızı hazırlaşaq. İlk önce böyle bir şalvar götüreceğim. Şalvarımı götüreceğim. Katlayayım. Koyayım sumkama. Sonra böyle bir kofta götüreceğim. Koftamı da hazırlayaq. Sonra bu şalvarı götüreceğim. Böyle bir şalvar götüreceğim. Ben rayona gedəndə həmişə paltolarıma fikir verirəm. Yəni burada ola bilər qısa qol giyinirəm, yəni kimono zat giyinirəm, amma rayona gedəndə həmişə uzun necə deyim, belə qolla aparıram. Belə ki şalvarın üstündən, yəni şalvar görünməsin, belə giyinib gedirəm həmişə. Yəni rayonun adətini, ənənəsini bilirəm. Sonra belə bir kofta götürürəm. Sonra yine bir kofta götürürəm belə. Təsdir ona görə hamısını çevirirəm ki, görəsiz. Belə bir kofta götürürəm. Sonra belə bir yupka götürürəm. Bilirəm ora çox isti olur. Özdə yayı dəhşət isti olur. Belə bir kofta, yupka götürürəm. Sonra böyle bir şalvar, qara şalvardır sadə. Çok nazikdir, bu sıkıntı çok hoşuma bir şalvardır. Sonra böyle bir kofta götürürəm, yupka ilə giyinməyə. Sonra böyle bir kofta götürürəm, orada yupka ilə giyinməyə. Böyle bir paltar götürürəm. Uzundur yeterince. Sonra da böyle bir şalvar götürdüm. Şalvarla çevirip ters. Bunu da Temu'dan almışım ve çok razıyım. Bu şalvardan hoşum gelir. Böyle bir şalvar. Burada giyinmeye. Bu benim kosmetikimdir içinde. Hamısını göstərmək istəmirəm, belə göstərirəm ötəri. Belə kosmetikalarımdır, atmışam içine. Bunu aparıram. Sonra bu da spreyimdir. Spreyimi de attım sumkama. Sonra belə bir 2 dənə doxu götürürəm. Bunları da qoyuram sumkama. Sonra böyle qolbaq. Bunları götüreceğim özümlə. Hətta bunun içine koyacağım belə hazır. Sonra bu sırğalarımı götürürəm. Bir də qulağımdadır. Sonra belə bir üzüyü. Bu üzükləri götürürəm. Bir də bunları götürürəm. Belə. Bunu qapağı. İndi belə qoyuram, mən hamısını yer belirləyəcəm. Sonra belə bir güzgümü götürürəm. Darağımı götürürəm. Belə bir yaş salfetkada götürürəm. Adımı var. Sonra bu da mənim adaptör qabımdır. Başlığını bura koyuram. Ve bunu da büküyüb elimdə içine yerləşdirim. Çox yaxşıdır, adam əlindən tutur uzaq məsafələr gedəndə. Artıq çatmışıq, kəndə çatmışıq. Burada kəndin yollarını çəkirəm.
Şəhəri çəkmədim çıxarkən. Ehtiyac duymadım. Çatırıq burada. İlk öncə evimizə gedirik. Sonra baldızımgilə, qaynımgilə gedəcəm. Amma hamısını çəkməmişəm. Bəzi bir ikisini çəkdim. Hamısını çəkməyə ehtiyac duymadım. Kənd çox isti idi. Dəhşətli dərəcədə isti idi. 2 gün orada necə qaldım, ürəyim partladı. İstiyə heç dözümüm yoxdur da. Ona görə mənim ən sevdiyim fəsil payızla yaz fəslidir. Nə qışı sevirəm, nə də yayı. Nə soyuğa dözürəm, nə də istiyə. Orta havaları sevirəm. Burada ata çatmışıq evimizə. Çəkirəm burada evimizi. Həyət baca itkinindədir. Baxdım və sonra qərara gəldim ki, evləri təmizləyim, həyəti süpürüm. Deyirdim ki, bu vlog maraqlı olacaq. Burada bizim kənddəki evimizdir. Bura salonumuzdur. Belə burada otaqlardır, 3 dənə otaq. Belə qaldığımız otaqdır. İndi yorğan döşəyin hamısını çölə çıxartmışam deyə boşdur. Bu qədər. Gəldik, öz evimizdə qaldıq. Səhər açılıb, buraları süpürdüm, həyəti. Burada alaqlar var idi, çıxmışdı buradan. Onların hamısını yoldum, atdım. Bura. İndi də gedirəm gülləri sulamağa. Dəhşət isti var burada. Bu daruşqanı qorxdum götürməyə. Dedim, birdən içində ilan olar. Ona əl vurmağa qorxdum. Belə də ki, gülləri sulayacağım. Şimdi kızlar öz otağımızı, yatdığımız otağı təmizləyirəm. Çıxartmışım yorğan döşəkləri, hamısını çölə. Belə bunları yudum, astım. Orada yorğanlar, döşəklər çıxarıb atmışam çölə. Burada da qəşəng suyla yuyuram. Şimdi otağımızı silib təmizləyəcəm, hamısını çəkəcəm. Qəşəng yer suyuyla. Yudumunu da yaxalayıram. Plastinaların hamısını. Qəşəng feyxo ağaclarımız var. Hələ də sulayıram mən. Hamısının diblərini. Amma heç gətirməyib. Belə gürlüyür. 3 ildir əkmişik. Heç meyvə gətirdiyini görməmişim. Bilmirəm niyə gətirmir. Üstü dolu olur bilmən, amma sonra tökür hamısını. İşlərimi gördüm, indi də gülləri bir sulayıram. Eləsini dibinə atıram ki, ötsün, eləsi var. Tək-tək əlimdən şulanqı tutub gözləyirəm. Dibləri qurudu, hayfım gəlir. Burada gəlmişik padroqamgilə. Sağ olsun bizə çay, yemək də vermişdi, amma düzün desəm, unuduram bəzən çəkməyi. Burada da onun həyətini çəkirəm, göstərirəm. Və sonra gəldik baldızımgilə. Baldızımın nəvəsi olmuşdu. Hələ 40-a çıxmayıb. Biz də onu görməyə gəlmişdik. Biraz baldızımgildə oturduq. Yeməyi də yenə də həmişə kimi çəkməyi unutdum. Yeyib qutarandan sonra yadıma düşdü ki, mən çəkməmişəm. Artıq burada da qaydırıq.
Yolumuz Bakıyadır. Qızlar, sizə bilmirəm, mən hara gedirəm, gedim. Evimə gələndə elə bilirəm ki, ev qədər, necə deyim, əziz insana heç bir yer yoxdur da. Çox darıxıram evim üçün. Burada da kənddən gətirdiklərimizi çəkirəm. Sağ olsun baldızım nə qədər pomidor vermişdi. Badımcan. Yəni hərədən biraz pay gətirmişdik. Bunu da öz bağımızdan özüm yığmışam. Gətirdim, onları da mürəbbə bişirdim. Yəni göstərirəm hamısını bir-bir sizə. Armuddan mürəbbə bişirdim. Sonra şorba bağladım. Bunları şorba bağladım. Elə gələn kimi, biz gəlib çatanda artıq saat 10 idi, 11 işləyirdi. Gələn kimi dincəlmədim, başladım. Hayfım gəlir, çünki düşündüm ki, sabaha qalsa xarab olacaq. Gələn kimi başladım, bunları yuyub təmizlədim. Balonları gətirdim, yudum, hamısını təmizlədim bir-bir. Hamısını göstərmədim, düzdür. Dedim ki, sizə maraqsız olar birdən. Ona görə bəzilərini göstərirəm. Yudum, təmizlədim bunları. Sonra qoydum suyu süzülsün. Yığdım bankalara belə. Sonra hamısını bir-bir qaynar su töküb. Mən bir qaşıq duz tökürəm içinə, bir də oksus tökürəm. Qoydum, qaynatdım, bu qədər belə hazır. Yəni içinə də nanə yarpağı, dəfnə yarpağı, sarımsaq, reyhan atdım. Başqa da ki, pomidorla bibardır. Burada da armud rəbbəsini bişirmişəm, onu göstərirəm. Düzünü desəm, mən hamısını göz yarı edirəm, ona görə bilmirəm nə qədər qatdım, pesok. Heç armudu da çəkmədim. Həmişə göz yarı bişirəm mürəbbələri. Burada da rayondan gətirdiyimiz qağdamlı lobyanı qaynadırıq. Siz yemişsizmi belə lobya qaynanmışı? Çox dadlı olur. Çox sevirəm bu lobyanı. Qaynadandan sonra duzlayıb yeyirsən. Bizim evdə hamı sevir bunu. Baldızım gül də əkir. Mən özüm də əkmişəm bundan. Mən deyərdim ki, çox adam bilmir, heç bunu yemir. Mən görməmişəm. Şəhərdə də bunu tük yerlərdə görürəm satışını. Şəhərdə heç satışını da görməmişəm. Burada artıq hazırdır, çəkirəm. Burada bağladığım kompotları göstərirəm. Gətirdiyim kompotlar gavalı idi. Bir də qırmızı alça idi. Videom bu qədər idi. Baxdığınız üçün təşəkkür edirəm.